Xalqımız arasında belə bir mif var ki, ölən şəxsin 40-cı günün xüsusi qeyd edilmə səbəbi cəsədin 40-cı gün qarın boşluğun qəbirdə partlamasıdır. Elmi cəhətdən buna nəzər yetirsək, əslində bu hal daha tez baş verir. Belə ki, ölümdən 3-7 gün sonra cəsəddə şişmə prosesi gedir. Bunun əsas səbəbi bakteriyaların fəaliyyəti nəticəsində daxili orqanlar həll olmağa başlayır və burada metan, amoniak kimi qazlar yaranır. Artıq 10-20 gün aralığında həmin qazların təzyiqi nəticəsində bu dediyimiz partlama və yaxud maye sızması halı baş verir. 40-cı gün cəsədə nəzər yetirsək, görərik ki, artıq tam skeletləşməyə yaxındır. Bundan başqa, ümumiyyətlə 40-cı gün mifi haqqında başqa fikirlər də var cəmiyyətimizdə. Belə ki, bu bizim üçün, yəni türk toplumu üçün mədəni ənənədir. 40 gün bizdə simvolikdir. Məsələn, nağıllarımızda görə bilərik ki, 40 gün, 40 gecə toy. Uşaq doğulduqdan sonra 40 tökülməsin. Bundan başqa, dini cəhətdən baxsaq, insanlar arasında belə bir inanc var ki, 40 gün ərzində ruh bədəndən tam ayrılmır. Yəni, ölən şəxsin ruhu həm öz ev ətrafında fırlanır, həm də qəbr ətrafında. Lakin 40 gün sonra artıq təmiz axirət aləminə keçid edir. İslam dinində isə bu bidət sayılır. Bidət nə deməkdir? Yəni, dinə xalq tərəfindən sonradan daxil edilmiş adət.